Linux video dərslər seriyamızın 4-cü bölümündə hər birinizi xoş gördük. Bugünkü video dərsliyimizin mövzusu file management, yəni fayl və qovluqların idarə edilməsi olacaq. Bu mövzu biraz uzun mövzu olduğu üçün mən video dərsliyi 2 hissədən ibarət videolar şəklində hazırlamağı düşünürəm. Birinci hissədə file management üçün olan təməl anlayışları, ikinci hissədə isə file management üçün olan mürəkkəb anlayışları izah etməyi düşünürəm. İstəyirsinizsə çox danışmadan video dərsliyimizə giriş eləyək. İlk olaraq onu qeyd etmək istəyirəm ki, hər bir əməliyyat sistemində fayl və qovluqları idarə etmək üçün müəyyən proqramlar olur ki, bu proqramlarda fayl menecerləri adlanır. Fayl menecerləri fayl və qovluqları idarə etmək üçün nəzərdə tutulmuş proqramlara deyilir. Misal üçün, Windows əməliyyat sistemində Explorer adlı bir proqram var ki, bu proqram fayl və qovluqları idarə etmək üçün nəzərdə tutulmuş proqramdır. Explorer proqramı vasitəsilə biz fayl və ya qovluq yarada bilər və ya fayl və qovluğu silə bilər və ya qovluğun daxilində olan faylları görə bilərik. Eynilə Linuxda da fayl menecerləri mövcuddur, amma Linuxda bir fərqli cəhəti var ki, distributivə görə fayl menecerləri fərqli ola bilər. Misal üçün, Ubuntu distributivində Nautilus adlı fayl meneceri istifadə edildiyi halda, Manjaro Linux əməliyyat sistemində Tor adlı fayl meneceri istifadə edilir. Dash search panelə daxil olub Files, yəni Nautilus yazdığımızda Files proqramı bizi qarşılayır ki, bu da bizim fayl menecerimiz olur. Files proqramını açdığımızda, daha doğrusu adını desək Nautilus proqramını açdığımızda önümüzdə belə bir pəncərə açılır ki, bu pəncərədə də bizim hazırda loqin olmuş istifadəçimizin şəxsi faylları görüntülənir. Sol tərəfə diqqət etirsəz, Home, Desktop, Documents, Downloads, Pictures, Videos, Trash, Network adlı bölmələr var. Sağ tərəfə fikir versəz, Desktop, Documents, Downloads, Music, Pictures, Videos, Templates, Qt, Public adlı qovluqlar var. Sol tərəfdə Computer adlı bir seçenek var ki, bu seçenek bizim fayl sistemimiz adlanır. Xatırlayırsınızsa, installation mövzusunda belə bir ifadə işlətmişdim ki, erase disk and install Ubuntu seçenəyini seçsəz, bütün hard diskiniz resetlənəcək, hard diskiniz sıfırlanacaq və ora Ubuntu qurulacaq. Bu da eyni məntiqdir, eyni şeyi izah edirik əslində. Kompüter seçenəyini seçsək, bizi fayl sistemə göndərəcək ki, bu fayl sistemində də bizi sistem faylları qarşılayır. Və sistem faylları nədir? Sistem faylları müəyyən qovluqların birləşməsi nəticəsində əməliyyat sistemini ortaya çıxaran qovluqlar toplusudur. Windows əməliyyat sistemində C diskinin içərisində Windows qovluğunda, System32 qovluğunda müəyyən proqramlar, qovluqlar var ki, bizim sistemimiz bu qovluqlar vərisində çalışır. Eynilə Linuxda da fayl sistem sayəsində bizim əməliyyat sistemi işləyə bilir. Fikir verdinizsə, pathimizdə slash işarəsi bizə göstərilir. Bu, fayl sistemi göstərən bir işarədir. Linuxda fayl sistemi slash işarəsi ilə göstərilir. Burada müəyyən qovluqlar var. Misal üçün bin, boot, cd-rom, dev, etc, home, lib, lib64, media, mnt və s. və ilaxır. Bu qovluqların hər birini ayrı-ayrılıqda öyrənəcəyik, amma bizim bugünkü video dərsliyimizdə əsas öyrənəcəyimiz qovluq home qovluğudur. Fayl sistem pathimizdə slash işarəsi olan, yəni bu fayl sistem qovluğunda belə bir qovluq var, home qovluğu. Bu home qovluğu nə işə yarayır? Sistemimizdə olan istifadəçilərin şəxsi fayllarının saxlandığı home folderlər bu home qovluğu içərisində saxlanılır. Home qovluğuna daxil olduğumuzda sistemimizdə neçə ədəd istifadəçi varsa, o qədər qovluğu burada görə bilərsiniz. Hal-hazırda mənim sistemimdə bir ədəd istifadəçi var ki, bu istifadəçinin adı da Zaurdur və burada da onun home folderini görə bilirik. Zaur adlı istifadəçinin şəxsi fayllarının saxlandığı qovluq bu home folderdir. Home folderin digər qovluqlardan fərqləndirən əsas özəlliyi ikonunun üzərində kiçik ev işarəsinin olmasıdır. Home folderimizə daxil olduğumuzda Zaur adlı istifadəçinin şəxsi fayllarını görə bilirik.
Pətimizə diqqət yetirək. Computer, yəni file system, home, Zaur. Bir daha baxaq. Slash, yəni file system, slash, home, Zaur. Və bizim şəxsi fayllarımız önümüzdə açılır. Əslində, terminal açdığımızda terminal ilk olaraq bu qovluqdan açılır. Yəni, hansı istifadəçidən terminalı açsaq, onun home folderindən terminalımız açılır. Terminalda gördüyünüz hər bir iş onun şəxsi home folderində görülür. Təbii ki, digər qovluqları da keçid edə bilirik, amma terminal ilk açılanda userin home folderindən açılır. Buna necə baxa bilərik? Terminalımıza daxil olaq və belə bir əmr yazaq. pwd. Bu əmrin mənası print working directory. Yəni, hazırda işlədiyim qovluğu ekrana yaz mənasını verir. Enter düyməsini sıxdığımızda /home/zaur adlı bir cümləni, bir mətni, bir sözü ekrana çıxarır. Bu nə deməkdir? İlk göstərilən slash işarəsi file system göstərir. Yəni, file sistemi içərisində home qovluğu içərisində burada yeni bir slash işarəsi qoyulur. Bu slash işarəsi isə artıq file sistemi göstərmir. Bu slash işarəsi qovluqları bir-birindən ayırmaq üçün istifadə edilən karakterdir. Home folder içərisində Zaur adlı qovluğun içərisindəyik. Eyni ilə bir daha file menecerimizdən baxaq. File sistemi içərisində home qovluğu içərisində Zaur adlı qovluğun içərisindəyik. Gördüyünüz kimi terminalımız hal-hazırda bizə göstərdi ki, file sistemi içərisində, home qovluğu içərisində, Zaur adlı qovluğun içərisindəyik. Linuxda dəxliyyatı olmayan sözlər terminala yazdığınızda onu əmr kimi qəbul etməsini istəmirsinizsə, önünə bir DS işarəsi qoymağınız kifayətdir. Bu, comment line, yəni rəy sətri olaraq qəbul edilir. Enter bastığımızda heç bir xəta vermədən bunu rəy sətri kimi qəbul etdi. Amma biz bunu yenidən qaytarıb DS işarəsiz qoysaq, bizə xəta mesajı verəcək. DS-i qoyub bunun rəy sətri olduğunu bildirirəm. Növbəti əmrimizə keçid edirəm. Növbəti əmrimiz ls əmridir ki, bu əmr vasitəsilə hazırda işlədiyimiz qovluğun daxilində olan folder və faylları görə bilirik. ls əmri ls şəklində yazılır və ls yazıb enter düyməsini sıxar. Gördüyünüz kimi bizə bir neçə qovluq adı verdi. Fikir verirsinizsə qovluq adları mavi rəngdə göstərilir. File Explorer'imizi yenidən açaq, Nautilus'u yenidən açaq və burada müqayisə eləyək. Desktop, Documents, Downloads, Musics və s. Bu şəkildə folderlərimizi burada da eyni ilə yazdıra bildik. Folderlərimizin listini burada da eyni ilə çıxarda bildik. Demək ki, hal-hazırda biz Zaur adlı istifadəçinin home folderindəyik. ls özünə bir neçə parametr ala bilir ki, bu parametrlər də man səhifəsindən, yəni manual page səhifəsindən oxuna bilər. Man nədir? Man deyə bir əmr var Linuxda. Bir əmr haqqında məlumat əldə etmək istədiyimizdə onun manual page'inə baxırıq. Yəni man ls yazıb enter düyməsini sıxdığımızda bizi ls əmrinin manual page'inə, yəni kömək səhifəsinə göndərir. Bu səhifədə klaviaturamızdakı aşağı-yuxarı düymələri ilə məlumatlar əldə edə bilərik. Aşağı düyməsini sıxdığımızda mətin aşağı enir, yuxarı düyməsini sıxdığımızda isə mətin yuxarı doğru hərəkət edir. Bu səhifədən çıxmaq üçün kömək olmaq üçün H düyməsini sıxmağımız yetərlidir. H sıxdığımızda bizə kömək üçün bəzi simvollar və s. təqdim edir. Q düyməsini basıb çıxırıq, yenidən Q və gördüyünüz kimi terminalımıza geri qayıtdıq. İstəyirsiniz manual page'in öz manual page'inə baxaq. Gördüyünüz kimi manual page utils. Burada da eyni ilə məlumatları əldə edə bilirik. Buna da Q düyməsini basaraq çıxış edə bilərik.
ls əmrinin bir neçə parametri var ki, bu parametrlər sayəsində biz ls əmrini özümüzə uyğun şəkildə formalaşdıra bilərik. Misal üçün, ls yazıb, boşluq defis l yazsaq, burada gördüyünüz desktop, documents, downloads, music, pictures, public kimi folderləri bizə list şəklində və daha ətraflı məlumatlarla verəcək. Enter'ə bastığımızda desktop, documents, downloads, music, pictures, public kimi qovluqların adının list şəklində bizə verildiyini görürsünüz. Və eyni ilə burada da əlavə məlumatların da verildiyini görürsünüz. Bu hissədə folderin yaradıldığı tarix, bu hissədə onun size, yəni ölçüsü, bu hissədə onun görən və yaradan şəxs haqqında məlumatlar, bu hissədə isə permissionlar bizə təqdim olunur. Permission anlayışını növbəti dərsliklərimizdə daha dəqiq izah edəcəyik. Bu biraz uzun mövzu olduğu üçün bu mövzuya heç girmirik. Bu mövzunu saxlayırıq. ls-in digər parametrləri var. ls yazıb, boşluq qoyub, defis a yazdığımızda bizə nöqtə ilə başlayan folderləri, nöqtə ilə başlayan faylları da gətirir. Amma fikir verdinizsə, burada o faylları bizə vermədi. Bu da o deməkdir ki, Linuxda nöqtə ilə başlayan fayllar gizli fayllar adlanır. ls yazıb defis l yazdığımızda bu defis l list mənasını verir. Yəni faylları bizə list şəklində gətir deyirik. ls yazıb boşluq defis a yazdığımızda isə bu a bizə al mənasını verir. Yəni bütün faylları gətir. Gizli fayllarda daxil olmaqla bütün fayllarımı mənə gətir. Fayl menüzerimizi açıb home folderimiz içərisində Ctrl+H düyməsini sıxsaq, nöqtə ilə başlayan folderlərin önümüzdə gəldiyini görəcəyik. Yenidən Ctrl+H düyməsini sıxsaq, gizli fayllar yenidən itmiş olacaq. Eyni ilə burada da A parametri gizli faylları bizə gətirən bir parametrdir. Bir əmrdə iki parametrini birləşdirə bilərik. ls yazıb, boşluq qoyub, defis al və ya la yazsaq, iki parametri birləşdirmiş oluruq. Enter düyməsini sıxdığımızda gizli fayllarda daxil olmaqla bizə list şəklində faylların siyahısını verir. ls-in bir neçə parametri də var. Bu parametrlər haqqında məlumatı Manual Page səhifəsindən əldə edə bilərsiniz. ls yazıb böyük A simvolunu qoyduğumuzda və LA qoyduğumuzda artıq nöqtə ilə başlayan simvolların da gəldiyini görürük. Yəni all files deməkdir bu da. Amma burada belə bir fərq var ki, ls A yazdığımızda başlıqda fikir verirsinizsə, bu iki simvolu görə bilərsiniz. Bu iki nöqtə və iki nöqtə simvolunu görə bilərsiniz. Amma ls böyük A qoyduğumuzda bu iki simvolu silirik. Artıq bu iki simvol bizə göstərilir. Bəs bu nöqtə və nöqtə nədir? Bunu indi irəlidə izah edəcəm. Bir qovluğa keçmək istəsək, nə edəcəyik? ls l yazıb qovluqlarını list şəklində önümə gətirirəm. Buradan da mən istəyirəm, misal üçün downloads qovluğuna keçsin. Belə bir əmrimiz var. cd change direction sözündən götürülmüşdür. Yəni qovluğu dəyiş mənasını verir. cd yazıb downloads yazsaq, bir də fikir verin. Burada downloads böyük yazıldığı üçün baş hərfini mən də böyüklə yazmağa məcburam. Əgər kiçik hərflə yazsam, xəta ala bilərəm. Enter düyməsini sıxdığımda artıq fikir verdinizsə, bu işarədə dəyişiklik edildi və dollar işarəsindən sonra downloads sözü yazıldı. Dollar işarəsi burada bitdi. Dollardan sonra downloads yazdı və dolları download sözündən qabağa keçirdi. Bu da deməkdir ki, artıq biz downloads qovluğunun içərisinə keçdik. İndi pwd əmrindən istifadə edib baxsaq, artıq fayl sistemi altında, home altında, zavarın içərisində downloadsdayıq. Gördüyünüz kimi. cd əmrindən istifadə edərək qovluğu dəyişdik. Bəs indi yenidən home folderimizə necə qayıdacağıq? ls la yazıb enter sıxdığımda nöqtə və iki nöqtəni burada yenidən görə bilirik. Bu nöqtə və iki nöqtə nədir? Təkcə bir nöqtə current, yəni hal-hazırki deməkdir. Hal-hazırki qovluğu göstərir. Misal üçün cd yazıb nöqtə qoysam, hal-hazırki qovluqda qalacam. ls yazıb nöqtə qoysam, hazırki qovluğun içərisində mənə göstər demiş olacam. ls l yazıb nöqtə qoysam, hazırki qovluqda nə qədər fayl var mənə list şəklində göstər demiş olacam. İki nöqtə isə bir öncəki deməkdir.
Yəni bu qovluqdan bir öncəki qovluq mənasını verir. ls l yazıb 2 nöqtə qoysam, gördüyünüz kimi bu qovluqdan öncəki qovluqda hansı fayllar varsa, hansı qovluqlar varsa, onu bizə list şəklində gətirdi. cd əmrindən istifadə edərək də bu iki simvolu istifadə edə bilərik. cd nöqtə yazdığımda hazırki qovluqda da qalıram. cd yazıb 2 nöqtə qoysam, bir öncəki qovluğa geri qayıtmış oluram. pwd əmrindən istifadə edərək baxsam, artıq fayl sistem home içərisində Zaur adlı qovluğun içərisindəyik. İndi bir qovluğa keçək. cd documents enter. ls ilə baxıram. Gördüyünüz kimi bir neçə qovluğum var. Gəlin də yeni bir folderə keçək. cd ubuntu yazıram. Ubuntu adlı qovluq var və o qovluğun içərisinə keçirəm. ls ilə baxdığımda burada bir ədəd faylın olduğunu görürəm. ISO faylının olduğunu görürəm. İndi bir öncəki qovluğa qayıtmaq istəyirəm. cd yazıb 2 nöqtə qoysam, bir öncəki documents qovluğuna geri qayıtdım. Yenidən Ubuntu'ya keçək. ls ilə baxaq, faylımızı görürük. Reset əmrindən istifadə edib ekranı təmizləyə bilirik. Clear əmri də eyni ilə reset əmri kimidir. Reset və clear eyni funksiyanı icra edir, amma aralarında bir fərq var ki, ls l yazıb, misal üçün ekranda yazılar çıxardaq bir neçə. Clear yazıb enter düyməsini sıxdığımızda ekran təmizlənir. Amma sağ tərəfdəki scroll barı yuxarı qaldırdığımda bir öncə etdiyim əməliyyatları geri gətirə bilirəm. Reset yazıb enter düyməsini sıxsaq, artıq scroll barı hərəkət etdirmək mümkün deyil. Arada tək fərq budur. ls l yazıb enter düyməsini sıxıram və faylımı burada görmüş oluram. İndi istəyirəm geri qayıtma düymələrindən istifadə etmədən home folderimə geri qayıdım. Bunun üçün nə edirəm? Sadəcə cd yazıb enter düyməsini sıxdığımda home folderimə qayıda bilirəm. Bir başqa yöntəm, Ubuntu qovluğuna keçdim hal-hazırda. Bir başqa yöntəmimiz isə cd işarədən qoyursunuz və tərsinə slash. Enter düyməsini sıxdığımda yenidən home folderimə geri qayıtmış oluram. Eyni ilə bu cür bundan istifadə etməklə folderləri dəyişə bilərik. Misal üçün cd downloads home folderi içərisində downloads qovluğuna daxil olub demiş oldum. Demək ki, bu işarə bizə home folderi göstərir. Gördüyünüz kimi home folderimizə geri qayıtdıq. ls ilə baxdığımda fayllarımı yenidən görə bilirəm. cd yazaraq dokumentin içərisinə daxil oluram. ls ilə baxıram. Burada misal mən Linux qovluğuna daxil olmaq istəyirəm və daxil olub ls ilə baxıram. İçərisində fayllarımızı görə bilirik. cd 2 nöqtədən istifadə edirəm. Bir öncəki qovluğa geri qayıdıram. pwd istifadə edib hazırda hansı qovluqda olduğumu görürəm. İndi ls ilə qovluğun içində olan qovluqları göstərirəm. cd images qovluğuna keçirəm. ls ilə baxıb qovluğun içərisində olan fayllarımı görə bilirəm. Reset əmrindən istifadə edib ekranı təmizləyirəm. pwd ilə hazırda hansı qovluqda olduğumu görürəm. cd işarəsindən sonra home folder işarəsi qoyub enter bastığımda yenidən home folderimə gedirəm. pwd istifadə edib hansı qovluqda olduğumu görürəm. ls ilə baxıram qovluqda olan fayllarıma. ls ilə də bütün fayllarımı görürəm. Misal üçün cd config fayllarına baxmaq istəyirəm. ls ilə baxıram. İçərisində 0 ədəd fayl var. Yenidən geri qayıdıram. ls ilə baxıram. Resetləyirəm ekranı. lsa xəta dedi, səhv yazdım. lsa gördüyünüz kimi qovluqlarım yenidən gəldi. cd misal üçün audacity data lsl fayllarımı görürəm. cd auto save lsl fayllarımı görə bilirəm. cd yazıb home folderimə geri qayıdıram. Birinci dərsliyimiz bu qədər. Man səhifələrindən istifadə etməyi unutmayın. Man yazıb, ls yazıb, enter sıxın, ls haqqında məlumatları oxuyun. Man yazıb, pwd yazıb, pwd əmri haqqında məlumatları oxuyun. Və gələn video dərsliyimizdə görüşmək ümidi ilə özünüzdən müğayət olun.